Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar əzab çektiler, ne kadar əziyyət çektiler ama sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan, budur Azərbaycan. Salam, hər vaxtınız xeyir olsun. Dəyərli Yüzeki Xəbər Info və Inform Xəbər TV izləyiciləri. Bugün yenidən Antikorrupsiya əməliyyatı şəhidimiz polis serjantı Muradov Əziz bəy Telmanoğlu'nun evinə görüşə yollandı. Və kəndin girəcəyində qarşımıza çıxan bu mənzərə bizdə heyrət, kədər və qürur hissi doğurdu. Gəlin birlikdə Əziz bəyi, eləcə də onun silahdaşlarının xatirəsini özündə cəmləşdirən bu məkana nəzər yetirək. Dəyərli tamaşaçılarımız, şəhidlərimizin xatirəsinə ucaldılmış bu memorial kompleks özündə Sabirabad rayonunun şəhidlərinin şəkillərini əks etdirir. Gördüyünüz kimi şəhid Əziz bəy Muradov da bu kəndin qəhrəman övladlarından biridir. 1998-ci il fevral ayı 3-də Sabirabad rayonu Lacalı kəndində dünyaya göz açıb şəhidimiz. 44 günlük vətən müharibəsində rəşadətlə döyüşüb və antiterror əməliyyatında şəhadətə ucalıb. Hər zaman polislərimiz əsərişimizin keşiyində mərd-mərdanə dayandılar və 90-cı illərdə, 88-ci illərin sonlarında mənfur ermənilər torpaqlarımıza göz dikəndə ilk ön cəbhəyə yollanan polis nəfərlərimiz, polis əməkdaşlarımız oldu və milli qəhrəman polislərimiz var, şəhid polislərimiz var. O zaman 90-cı illəri xatırlayan insanlar çox gözəl bilir ki, əli yalın, silahsız, çox kiçik bir silahla Tərtər polisləri, Xocalı polisləri rəşadətlə döyüşdülər. Ümumiyyətlə, ilk döyüşlərə atılanların sırasında polislərimiz seçilirlər və gördüyünüz kimi antiterror əməliyyatında da bir neçə polis əməkdaşlarımız şəhərdən ucaldılar. Dəyərli tamaşaçılarımız, qeyd etdiyim kimi bugün Sabirabad rayonunun Halıcalı kəndindəyik və Çevik polis alayının şəhidi Əziz bəy Muradovun ailəsindəyik. Bir məqamı xüsusi qeyd edeyim, bu çəkilişimiz tam fərqli bir çəkilişdir. Çünki şəhid ailələrinin dərdləri, şəhid ailələrinin acıları onsuz da bir ömür boyu çəkilməyəcək bir acıdır. Və çox təəssüf ki, bu ailəyə gəlməyimizin bir səbəbi sinəsi oğul dağı ilə paramparça olmuş bir ailənin, bir atanın çəkdiyi müsibətlər, acılardır. Və kəndin uşaq bağçasının müdirəsi, bilmirəm, sapı özümüzdən baltalar mı deyək, bilmirəm, nə ad verək, bəzən erməniləri hədsiz dərəcədə pisləyirik, çünki insanlıqda payı olmayan məxluqlardır, üzr istəyirəm bu ifadəmə görə tamaşaçılarımızdan, amma çox təəssüf ki, öz içimizdə bir şəhid ailəsinin acısının üstünə acı gətirən bu cür ünsürlər var. Gəlin ailəmizi yaxından dinləyək və onların probleminin nədən ibarət olduğunu sizinlə bölüşək. Namert gülləsi dondu dilinizə vətən nəğməsi dindi yanaları ahun aləsi axar gözlərinin yaşı şəhidlər. Dəyərli tamaşaçılarımız, qeyd etdiyim kimi Sabirabad rayonu Lacalı kəndindəyik. Çevik polis alayının şəhidi Əziz bəyin evindəyik. Bayaq bir sual verdim və o suala hələ özüm də cavab tapmıram. Bilmirəm, ailənin hansı acısı daha ağırdır? Ürəklərinə çəkilmiş övlad dağımı, gənc polisimizin vətən uğrunda şəhadətə ucalmağının və bir ananın oğul həsrəti ilə yaşama acısı mı, yoxsa öz torpağımızda, öz kəndimizdə şəhidlərimizə hörmətsizlik edən,
şəhid analarını, şəhid atalarını, şəhid valideynlərini qəddarcasına incidən insanların acısının çəkdiyi acılar mağardır. Gəlin bir daha qeyd edeyim, ailəmizin şikayətinin nədən ibarət olduğunu onların öz dilindən eşidək. Seydi tahtı. O karmanı. Musiqi istedadı Ha, o da karmanda. Əziz bəy. 4 il burada oxuyub, 4 ildə Bakıda oxuyub. Asəf Zeynalov. 4 ildə burada rayonda Hüseyin Hacı bəy var, musiqi məktəbini qutarıb. O burada yatır. Onun yatağında. Bu balalar ona şəhid olan uşaqlar. 8 polislər bir yerdədir ki, ana döysün. Elə deyirəm də, deyirəm, hayıfsizəm Allah, hayıfsizəm Allah, mən diri-diri yandım. Gör olan mənə. Deyirəm, ey yaşayam. Zamanı talebi. Yan balamlar olar. Dəyərli tamaşaçılarımız, çəkilişimizin davamı olaraq biz şəhidimizin atasını və anasını dinləyəcəyik və onu qeyd edim ki, Əziz bəy Asəf Zeynalının qarmon sinifini bitirmiş bir gəncimiz idi. Çox istedadlı bir gəncimiz idi və bir çoxlarımız Əziz bəyi Şuşada, pianinoda incəbellimi səsləndirdiyi anı çox gözəl xatırlayır və bugün çox təəssüf ki, bizim gənc polisimiz, gənc istedadımız artıq şəhadət zirvəsinə ucalıb. Bayaq qeyd etdiyim kimi fərqli bir çəkilişdir. Bizim üçün də ağır çəkilişlərdən biridir və bir daha qeyd edim, dönə-dönə bunu qeyd edim. Sinəsi oğul dağı ilə paramparça olmuş valideynlərin fəryadına gəlmişik, onların çağırışına gəlmişik. Gəlin onların özündən dinləyək və məsələnin mahiyyəti nədirsə hamılıqla öyrənək və ailəmizə kömək etməyə çalışaq. Özünüzü təqdim edin bacım. Mən Muradova Fatma, Muradov Əziz bəyin anasıyam, antiterror şəhidi. Ulacalı kəndində yaşayıram. Bacım, sizi anlayırıq, çox ağırdır. Oğul itkisi, oğul acısı ürəyinizdən silinməmiş və silinməsi mümkün olmayan bir acıdır. Yeni bir problemlər yaşayırsınız və bizi də xalq olaraq, məni də bir ana olaraq dərindən sarsıdan və dərindən yaralayan bir problemlərdir. Buyurun, şikayətinizi dinləyirik, dərdinizi dinləyirik. Uğurlar Vətən Şəhməti. Əziz tamaşaçılarımız, ana hal-hazırda çox həyəcanlıdır və göz yaşları danışmağa anaya icazə vermədi. Gəlin, ana sakitləşənə qədər məsələnin mahiyyətini şəhid Əziz bəyin atasının dilindən eşidək. Buyurun qardaşım, özünüzü təqdim edin. Allah rəhmət eləsin şəhidimizə. Sağ olun. Əvvəla ilk növbədə sizə öz təşəkkürümüzü bildiririk şəhid ailələri adından ki, siz şəhidlərin ailələri ilə maraqlanıb, onların beləsinə işlərinə, gücənlə qalmırsınız. Allah ona görə deyirəm ki, ölkə başçımızı qorusun, vilayət Eyvazov başda
prezidentimiz olmaqla bütün polislərimizə, güc strukturlarımıza Allah'tan can sağlığı arzu edirəm. Çox sağ olun ki, o dəyərli vaxtınızı ayırıb gəlib bizim dərdimizə şərik olursunuz. Borcumuzdur, buyurun. Yəni bir neçə vaxtdır, yəni mən də 2-ci qrup müharibəliyim, Muradov Etibar xanımların oğlu. Yəni mən antiterror şəhidi Çevik polisi Əzizbəy Muradovun atasıyam. Əzizbəy Muradov 3 müharibə görmüşdü. Aprel döyüşlərində 44 günlük vətən müharibəsində incə bilimi və Qarabağ şikəstəsi ilə tanınmışdı. Axırda da antiterror əməliyyatlarında polislərimizin göstərdiyi qəhrəmanlıq nəticəsində onlar şəhadətə qovuşmuşdular. Yəni torpaqlarımızın alınmasından ötürü. Yəni mən ananı işə düzəltmək məqsədi ilə, yəni ki o ananın nəsə biraz yəni dərddən, kədərdən uzaqlaşsın deyə onu mən uşaq bağçasına işə düzəltmişdik. Yəni ki gözətçi vəzifəsinə düzəltmişdik. Yer olmadığına orada başqa sahələrdə yer olmadığına görə gözətçi vəzifəsinə ananı təyinləmişlər ki, hələlik işləsinlər. Ana birinci gündən avqustun 18-dən ana işə düzəlmişdi. Ana ora gedən gündən Mikhailova Sevinç orada anı ilə ayağa qoymuşdu. Mən onunla heç bir ədavətim olmayıb. O 20 ildə o çəkilişdə də demişəm, bağçayı o soğudub yedi ki, talan elədi ki, şəhidin adını daşıyan bağça. Özü mənimlə bir müharibədə olub, bir yanımda şəhid olub həmin şəhidimiz Əhədov Cavid Abduləhədoğlu. Füzulinin Zərgər kəndində şəhid olub. Biz 702 nömrəli hərbi hissədə olmuşuq Füzulda. Demək, şəhidin nə şəkili yox idi, nə Azərbaycanın bayrağı yox idi. Mən ona heç nə demirdim ki, yəni dövlət səviyyəli bir işlərdir, yəni dövlət özü maraqlanar, bilər. Bu ana işə girəndən sonra mən ona anı ilə ayağa qoyub, orada bəzi adamların adına maaş aldığına görə, nəsə kamera qoyub bu işçilərə qorxuzub onların nəsə nöqsanlar, yəni tapıb onlardan incitdiyinə görə orada belə bir problemlər var imiş. Bizim xəbərimiz yox imiş. Yəni ana ora gündüz simində işə durmuşdu. Buram regional müdürü də demişdi ki, Marifin ana geçsin 1 saat, 2 saat, 3 saat lazımdır orada, yəni analarla, uşaqlarla vaxtın keçirsin, biraz beyni sakitləşsin, uşağından biraz dərddən sərdən uzaqlaşsın. Yoxsa bildiyimiz kimi o şəhid anaları hamısı o şəkillərin yanında ağlamaq anadır, ana üçün çox çətindir, atı üçün çox çətindir. Sevinç buna deyir ki, saat 4-də gəlginən saat 12, gecə 12-də işdən gelginən. Ana avqust ayının 18-dən işə girib, anaya bugünkü günlərcən götürüb 16 manat maaş yazıb o. Mən onun maaşına görə mən orada deyirəm, mən onun beyninin dumanı dağılsın demək, geçsin biraz ürəyinin qubarı dağılsın demək, mən o işə düzəlmişdim. Ölkə başçımız da həmişə deyir ki, həssas qrupdur, şəhid ataları, anaları, bunlara məsələn, hörmət, ehtiram göstərin, bunlarla çox dirəşməyin, bunlara hörmət lazım eləyin. Bütün ölkəmizdə yaşayan, başa düşən insanlarımız onsuz da bizə hörmət edirlər. Allah hamısını qorusun. Ancaq bu Mikhailova Sevinç orada anaya yəni təzyiqlər göstərmişdi ki, işləməməyə bağlı olar da biləsiniz ki, yəni nəsə beziksin buradan, gəlməsin. Orada bəzi adamlar, işçilər deyib ki, ana belə. Ana deyib ki, əsəbləşib deyib ki, mən işə gəlməyəcəm də, yəni ki, mən gecə simeyində mən işə çıxa bilmərəm. Mən saat 12-də nə işim var? Mən oraya çəkilişdə də göstərmişim ki, oranın bir dənə işığı yoxdur. Yoxdur, baxsan işığı yoxdur. Heç nə yoxdur, bir nə uşaq oyuncağı var. İndi əldən yerdən gedib oraya kompüter gətirirlər, bağçaya kukla daşıyırlar, oraya kraskalıyırlar, buraya kraskalıyırlar. Hələ uşaq bağçasına hələ bayraq vurulmuyor hələ. Dövlətimizin atributu rəmzi olan bayrağımızı vurulmuyorlar. Demək, anaya orada cəmaat deyib ki, yoldaşı da müharibəli deyil. Sinif yoldaşın olur. Niyə görə sən o haqsızlıq eləməyib, kəndimizə hamı onunla hörmətləyir. Yəni özü müharibədə, balası müharibədə olduğuna. Dəyərli tamaşaçılarımız, bayaqlarım şəhidimizin anası özünü biraz narahat hiss elədi və çox kövrəldi, o yüzden danışa bilmədi. İndi ana demək, danışmaq istəyir, ananı da dinləyək. Buyurun. Bağçada sizə olan haqsızlığa qarşı... Hə, bağçada elə bir mən səhər getdim. Mənə deyir ki, səhər gəlmə yenə. Axşam saat 4-də gəl, gecə saat 12-yə.
Mən gecə saat 12 kimi gecənin öz növbəsi var. Yəni oranın öz işçisi var. Mən gecə nəyə gedirəm ki? Mənə də lazımdır ki, gündüz gedim ki, biraz eynim açılsın. O adı hələ açmaq olsa. Orada bir də görsən işçilərə təzyiq göstərir. Bir də bizim şəklimizi çəkir, atır. Deyir ki, atacam yuxarı qurumlara, görsünlər ki, işə gəlmirsən. O harada var belə şey? Haqnaha, Bir şey deyirlər. Bize Ha, şehir ha. tedbirine giderdi. mənə deyir ki, yoldaşıma zəng eləyib, deyir ki, şəhid tədbirinə gedib, oradan şəklini çək, at mənə. Orada poveri var. Haqnaha poveri çıxartdı işte. Elə tutur belə ki, sən deyir uşağı dövmüsən. Uşağı, oyuncaq yoxdur. Çıxır üstünün üstə tullanır yerə. Çıxır üstünün üstə tullanır yerə. O da belə qolundan tut ki, yəni ki, yıxılarsınız, qolunuz tutursa. Mən də oturub belə baxıram. Onu da çıxartdı işte. Mən də deyir ki, mən qanundur. Qulağım eşitdi işte, deyir ki, qanun versin. Dövlətin qanunu qanundur. Bu elə bir qanunla gedən adamdırsa, şəhidə niyə qiymət vermir ki? Bəs niyə göz yumur o? Bağçada heç nə yoxdur. Lütdür. Loğru dildə deyir ki, bağça lütdür. Uşaqların, o bağçaya gələn uşaqların, valideynlərin hamısını apatdırır məcbur məhkəməyə ki, gedin üstənin üzrə keçin. Heç kimdə keçmir. O elə bir qadın deyil. Mən heç kimi gördüyümü deyirəm. Heç kiminə də zaşşat eləmirəm. Hamını bir dənə apatdırır ki, gedin onun üzrə keçin. Mən maraqlı bir dənə o qaldı ki, qaranlıq ki, bu şəkli çəkib atmaq nədir? Bir də mən gecə növbəsinə niyə gedirəm? Nə də plan, mən ehtiyacım yoxdur, gənə də deyirəm. Mən gedirəm ki, eynim açılsın. Acılarını dağıtmaq. Acılarımı dağıtmaq üçün. Yayındırmaq, dağılması mümkün olmayan acıları dağıtmaq. Allah heç ananı balayla imtihan edilməsin. Amin. Çox çətin var. Ona görə də bax, sevinç budur. Elə adam bağçada müdürə ola bilməz. Allah sizə səbir versin ana. Əminəm ki, aidiyyatı qurumlar sizin bu çağırışınızı, sizin bu səsinizi eşidərlər və bayaq siz çox doğru vurğuladınız. Şəhidinin, müqəddəs şəhidlərimizin qədrini bilməyən, şəhidlərimizə dəyər verməyən bir insan dövlətinin mi qədrini biləcək? Yox, Dövlətinin qanunlarının mı qədrini biləcək? bilməyəcək. Elə adamlar nə dövlətin, nə bağçanın, nə də şəhidin qədrini bilir. Allah sizə səbir versin ana. Əminəm ki, bir daha qeyd edeyim, sizin səsiniz aidiyyatı qurumlara çatar və lazımi qanun çərçivəsində ölçü götürürlər. Mən bir dənə əlavə eləmək istəyirəm onun üstündən elə. Yəni ki, bizə rayonumuzun rəhbəri Sülaqəddin Cabbarova mən öz təşəkkürümü bildirirəm ki, indiyə kimi bu 2 ildə yəni daimi mütəmadi bizlə əlaqələr saxlamış, şəhid ailələri də elə bilir. Hamımızda telefon nömrəsi var ki, gecə də olsa, gündüz də olsa, bir problemimiz olsa bizlə, yəni mənə maraqlanın, mənə deyin. Yəni bizim bu yolumuzu xahişləmişdik Sülaqəddin müəllimlə. Yəni sağ olsun özünüzlə gəldi gördünüz yəqin ki, yollarımızın çəkilməsində səyyarı görüşlər keçirilir. Sabirabadımızın polis rəisi Ramin müəllimə təşəkkür edirəm. Erkən nigahdır, sonra narkomaniyadır, pravasız maşın sürmək, uşaqlara maşın vermək, hamısı bizdə tədricən yığışıb bu şeylər. Heç bizim rayonumuzda, kəndimizdə şəhid atası var. Bizə deməmiş gedib Daxili İşlər Naziri Vilayət müəllimə öz təşəkkürümü bildirib ki, yəni Ramin müəllim burada elə bir vəziyyət yaranıb ki, yəni biz çox sevinirik bu görülən işlərə görə, sizə ona görə təşəkkürə gəlmişik. Uzaq bir yol qətləyib şəhid atamızın biri. Yəni elə buradan biz o, yəni polis rəisimizə də, prokurorluğa da, işlərində uğurlar arzulayırıq ki, o cür şəhidimizə qiymət verirlər. Başda rayonumuzun rəhbəri Sülaqəddin Cabbarova, mən şəxsən Hər zaman yanımızda. yəni can sağlığı arzulayıram ki, elə bizim başçımız var. Çünki Sülaqəddin Cabbarova dedi ki, narahat olma, bu işin hamısını araşdıracağam, yəni yoluna qoyacağım. Suyum yox idi, su verir. Onu çağırtdırıb yanına deyib ki, şəhid anasına belə hərəkətlər eləmisənsə, kim icazə verir, kimsəyə səlahiyyət verir ki, sən bağçada bu işləri görüb, bu cürlə sən cəmaatı təhqir eləyirsən, cəmaata qanunsuzluqlar eləyirsən burada. Onu çağırıb yenə ki, gələn ki, anadan üzr istəyən ki, olmaz da belə şeylər. Bu Sülaqəddin Cabbarova söz verir.
Çıxandan sonra deyib ki, mən gedib barışa bilmərəm. Bunu kəndicilər nümayəndəsi mənə dedi. Yəni bu şeyi. Yəni o özünə sığışdırmır. O hələ də şəhidlərin şəklini vurmayıb o bünövrəsinə. Azərbaycanın bayrağı yox. Baxçada o haqsızlıqlar eləyib. O, yəni mən yenə də aidiyyatı qurumlardan xahiş edirəm. Yəni Suraqəddin Cabbarovun adını çəkməkdə bunu ona görə çəkirəm ki, yəni o mənə deyib gözləyirəm, onun işi araşdırılır. Yəni haqq və ədalət öz yerini tapacaq. Ona görə mən yəni onun adını çəkirəm ki, sağ olsun. Bizə yenə təsəlli verib bizim dərdimizə şərik olmaq üçün bizlə mütəmadi əlaqə saxlayır. Ona görə mən ona təşəkkür edirəm. Ancaq indi cavabı olacaq, necə olacaq hələ bir xəbərimiz yoxdur. Ancaq yenə ölkə başçımız başda olmaqla vilayət müəllimdən xahiş edirəm. Can sağlığı arzulayıram olaraq, xahiş də edirəm ki, bir şəhid atası olaraq, bir müharibə əlli olaraq bizim bu, yəni bizə haqsızlıq eləyən bu Sevinç Mikailova haqqında tədbir görsünlər. İnşallah gəz tamaşaçılarımıza onu da qeyd edeyim ki, uşaq bağçası şəhidimizin adını daşıyır, amma çox təəssüf ki, şəhidimizi tanıdacaq nə bir şəkil, nə bir büst yoxdur. Və Ulacalı kənd icra nümayəndəsi Natiq müəllimlə görüşdük. O da gənc kadrlarımızdan biridir və onu da qeyd edim ki, özü 44 günü vətən müharibəsinin veteranıdır və qəlbində, qanında, köksündə vətən sevgisi daşıyan hər bir Azərbaycanlıya eşq olsun. Allah xalqımızı qorusun, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlıq versin. Çox müharibədə olduğuna görə o başlayıb şəhid cəmaatı, ana özü otağa keçən vaxtlar olub o, sumkasını götürüb evə gəlmək istəyən vaxtı. Deyib ki, az mən şəhid zad girmir, mən şəhid zad qıracam belə, işinə gəlsin. Ana o eşidib, ana o eşidən vaxtdan, ana danışa bilmədi, ana nə deyilsin? Hansı belə bir şey olaraq şəhid dövlətindir. Şəhid dövlətindir. Əgər o şəhid təhqir edibsə, dövləti təhqir edib. Mən ona görə də orada çəkiliş apardım ki, bu hansı gününə, bu boyda 20 ildir yeyir, talan edib bağçayı. Mənə dinən yox, mənə bir şeylə yox. Bu Ulacalı kəndimizdən Sabirabad rayonuna 80 nəfər bəlkə uşaq bağçasına uşaq aparırlar. Niyə? Bu boyda kəndimizdə, bu boyda dövlətimiz tərəfindən gözəl bağça yaradılıb uşaqlarımızın orada bağçaya gəlməsinə üçün. Niyə bir Sevincin əlində bu boyda bağça cicələb qalıb? Mən ona görə aidiyyatı orqanlardan, ölkə başçımızdan xahiş eləmişdim ki, bir şəhid atası olaraq mən bu dövlətimizin başçısına bunu səslənirəm ki, yəni bunun haqqında bir tədbir görsün, araşdırılır. İndi yəni prokuror tərəfindən bizim təzə prokurorumuz gəlib, Mehman müəllim sağ olsun, Allah işində hələ versin. Yəni mən də özüm girib, o məni görüb, demişəm, şikayətimizi eləmişik ki, bizə qarşı belə haqsızlıq eləyib. Yəni götürüb polisdən mənə yazır ki, polisin icra başçısının, icra hakimiyyətinin yaltarı. Mən ünvanıma nalayiq pul tutub, pul verib söz yazdıranlar yazıqdırır, tapıb gətiriblər, qadın adı ilə kişilərə pul verib, kişi adı ilə qadınlara. Yəni bu maşindir, dələduzdur, bir zadla, sözlə. Yəni mən yenə də buradan Daxili İşlər Nazirimiz Vilayət Eyvazova buradan səslənərək, yəni o bizim uşaqlarımızın komandiri kimi mən ona müraciət edirəm. Allah nə qədər şəhidlərimizə dəyər verən insanlarımız var, güc strukturunda işləyən insanlarımız var, Allah hamısını qorusun. Yəni bizim ümid yerimiz olar, yəni onlar olmasa bizim haqqımız, ədalətimiz bərqərar ola bilməz. Bizi taplayarlar, bizi incidərlər. Biz yenə də elə bu dara düşdüyümüz vəziyyətdə, vaxtda biz Vilayət Eyvazova, cənab nazirimizə müraciət edirik, ölkə başçımıza müraciət edirik ki, bu Sevincin haqsız işləri ilə maraqlansın, yəni bizə dəstək olsun, bizə bu söhbətlərdə. Xahiş edirəm yenə sizə. Əvvəlcədən də sizə təşəkkür edirəm ki, həmişə gəldiyiniz kimi dəyərli vaxtınızı ayrılır. Yenə bizim gəlib ailəyə çəkirsiniz, yenə bizim polisimizin üstün ziyarət edirsiniz. Çox sağ olun. Şəhid ailəsi olaraq, sizə polis bir ailəsi olaraq sizə təşəkkürümüzü bildiririk. Estağfurullah, borcumuzdur. Dəyərli tamaşaçılarımız, atanı dinlədiniz və mənim deyiləcək o qədər sözlərim var ki, amma nəyi harda seçim, hansı sözü, hansı cümləni, hansı cümləyə uyğun gətirim, inanın ki, bu an özüm belə bilmirəm. Sadəcə olaraq içimdə bir qəzəb var və bilirik ki, bizim müharibəmiz, illərlə davam edən müharibəmiz, Azərbaycanda elə bir ailə yoxdur ki, ona bir acı yaşatmasın, uzaqdan və ya yaxından. Və şəhidlərimiz bugün canlarını bu torpaq uğrunda qurban verdilər ki, bəzi
kəndin bağça müdirəsi Sevinç Mikailova kimilər bugün şəhidlərimizi təhqir etsin, şəhidlərimizin torpağımıza, vətənimizə əmanət qoyduğu doğmalarını bu cürmü qayğısına qalırıq, əmanətimizə bu cürmü sadiq qalırıq, bu cürmü sahib oluruq əmanətimizə. Mən əminəm ki, bizim çəkilişimiz aidiyyatı qurumlara çatar və əminəm bunu əminliklə deyirəm ki, Sabirabad rayon icra hakimiyyətinin çox gözəl icra başçısı var və bu məsələni nəzarətində saxlayıb və əminəm ki, sapı özümüzdən olan adına qadın deyilən Sevinç Mikailova kimləri ən azından şəhid ailəsini bu qədər incitdiyi üçün mütləq şəkildə qanun qarşısına cavab verməlidirlər və mən güc strukturlarımıza, hüquq mühafizə orqanlarımıza əminəm və unutmayaq ki, bizim balamız Azərbaycanımızın gənc, istedadlı bir balası olub və Çevik polis alayında xidmət edib. Məncə fərqi yoxdur, şəhidlərimiz hamısı baş tacımızdır. Onların torpaq uğrunda, vətən uğrunda canlarını qurban vermələrini biz nəsildən nəsilə ötürməliyik. Onların xatirəsini hər daimə qəlbimizdə uca tutmalıyıq. Və məsələ diqqətimizdədir, diqqət mərkəzimizdədir. Əminəm ki, bizim 102 Xəbər İnfonun rəhbəri Azər Xudayaroğlu özü Qarabağ müharibəsi veteranıdır, qazisidir və 44 günlük vətən müharibəsinin qəhrəman döyüşçülərinin atasıdır və bu mövzu xalq olaraq bizim həssas bir mövzumuzdur. Eynən də bizim rəhbərimiz Azər Xudayaroğlunun da çox həssas bir tərəfidir, həssas bir mövzusudur və əminəm ki, məsələ aidiyyatı qurumlar tərəfindən araşdırılar və müsbət nəticəsini alar. 102 Xəbər İnfo və İnform Xəbər TV-nin rəhbəri Azər Xudayaroğlu, 102 Xəbər İnfo və İnform Xəbər TV-nin informatoru Nəzakət Rüstəmova və Seymur Kərimov. Qalx ulu bayraq, qalx, qalx sən ey mərdaq, yer titrəsin məhmərin